Allah prezidentimizi korusun. Ona can sağlığı, uzun ömür. Qazilarımızı Allah salamat eləsin. Şəhidlərimizi yeri cennet mekan olsun. Çox sevinirəm, çox o acınacaqlı günlər yalnız arxada qaldı. Bax bu gün üçün prezidentimizə çox təşəkkür edirəm. Allah onu var eləsin. Bugün bizim ən sevincli günümüzdür. Doğma yurda qaydırıq, ata yurduna qaydırıq. Nəvələrimlə, gəlinimlə, uşaqlarımla Allah köməkliyi ilə gedib biz yerimizə, yurdumuza məskunlaşacağıq. Bu il inşallah mənim 4 övladım da, 4'ü də Kəlbəcər şəhərində məktəbdə olacaq, məktəbə gedəcək. Ona görə çox şadıq, çox sevinirik. Şəhidlərimizə Allahdan rəhmət diləyirik, qazilərimizə Allah can sağlığı versin. Ali Baş Komandamız var olsun, sağ olsun ki, bizim o torpaqlarımızı bərqərar olubdur. Öz vətənimə, öz torpağıma gəldim. Qəbristanlığımı ziyarət elədim, getdim. Yollarımız açıq oldu, ürəyim açıldı. Vətənə qayıdıb gəlmişəm və biz inanmazdıq ki, Murov aşanda bir də geri qayıdar. Amma bu günə şükür, o 32 illik ayrılıqdan sonra bu vətənə gəlmişik.